Salam, kanalıma abone olan, videolarımı izleyen herkese. Bu videonun mövzusu Namazov Riyaziyyat Çalışmalar 5-ci sinif kitabından səhifə 18-də çoxluqlar mövzusunun tapşırıqların həlləridir. Kimdə kitab yoxdursa ekranı saxlayaraq tapşırıqları əvvəlcə özü yaza bilər. Sonra isə mən bir neçə saniyə sonra təqdim edəcəyim cavablarla öz yazdığınız həlləri yoxlaya bilərsiniz. İndi isə keçək cavablara baxmağa, həllərə baxmağa daha doğrusu. Birinci sualımızda deyirdi ki, çoxluqları yazın. Birinci, təhlillər mərtəbəsində 7 rəqəmi olan 2 rəqəmli ədədlər çoxluğu. Deməli, 2 rəqəmli ədədlər çoxluğu deyirsə, baxırıq 17, 27, 37, 47, 57, 67, 77, 87, 97, artıq 107-də dayanırıq. 107-ni yazmırıq. Çünki 107 artıq 3 rəqəmli ədəd olacaqdır. Bizdən isə burada 2 rəqəmli ədədlər istəyirdi. İndi isə ikinci sualına keçək. Birin ikinci sualına. Ondan kiçik 2 rəqəmli ədədlər, ondan kiçik yalnız 1 rəqəmli ədədlər olduğuna görə boş çoxluqdur. 3-də Azərbaycan şəhərlərindən ibarət 6 elementli çoxluğu. Siz istənilən şəhərləri yaza bilərsiniz. 6 dənə olsun sayı. Mən yazmışam Lənkəran, Şəki, Bakı, Qubaş, Sumqayıt, Mingəçevir. İkinci tapşırıq. Yazılışında yalnız 3, 6, 7 rəqəmlər iştirak edən bütün 2 rəqəmli ədədlər çoxluğunu yazın və onu A ilə işarə edin. Burada belə bir xüsusi qeyd edilməyib ki, rəqəmləri təkrarlanmayan sözü yoxdur. Deyir, bu rəqəmlər iştirak edən bütün 2 rəqəmli. Mən ona görə 33-də yazmışam, 66-da yazmışam, 77-də. Yəni rəqəmləri təkrarlananları da yazmışam. Deməli 36, 37, 33, 66, 77, 63, 67, 73, 76. Bunlarda indi burada ədədlər verilib. 36, 47, 73, 39, 48, 76 deyir. Hansılar bu çoxluğa daxil deyil? Daxil olmayanlar 47, 39, 48-dir. 3-də 78, 101, 116, 16, 995, 713 ədədlərinə hansılar 3 rəqəmli ədədlər çoxluğuna daxildir? Daxildir. Hə, mən daxil olmayanları götürmüşəm. Yəni 78, 16, 5 daxil deyil. Daxil olanlar, burada üzr istəyirəm bir diqqətsizlik eləmişəm. Yəni daxil deyil kimi nəzərə almışam. 101, 116, 909, 713. Bunu burada düzəldək. Çünki bunu belə yazmaq yox. Deməli olmalıydı. 101, 116, 909, 3 rəqəmli istəyir və 713. Bunlar daxildir. Sonra 4-də 72 və 83 ədədlər arasında yerləşən natural ədədlər çoxluğunu böyük mötərizənin köməyi ilə yazın. Mən qapalı mötərizədən, yəni 72, 83 belə deyək də, bu qapalı mötərizə yox, böyük mötərizə də deyir yazın. Burada da bu yox. Mən biraz tələsmişəm yazarkən. Vaxt məhdudiyyətim var idi. Tez-tez yazdım, oxuyub. Hə, deməli 4-də olacaq 72 ilə 83 arasında x daxildir. 73-80 aralığında. 73-80 yəni mən hansıları götürmüşəm? Aşağıda 73, 65, 80, 85 arasından deyir seçin yazın. Ona görə onların arasında 73 ilə 80 bu aralığa daxildir. 5-də böyük mötərizənin və ya boş çoxluq işarəsinin köməyi ilə aşağıdakı çoxluqları yazın. Yazaq. Birinci, 3 rəqəmi ilə qurtaran 900-dən böyük olan 3 rəqəmli ədədlər çoxluğu. 903, 913, 923, 933, 943, 53, 963, 973, 983, 993 və oradan o tərəfə bilirsiniz ki, gedir 1000-ə qədər, amma bu da istəyir ki, daha doğrusu 10.000'ə gedir. O da 3 rəqəmli olmur. Ona görə 993-də dayanırıq. 2-də 999-dan böyük olan 3 rəqəmli ədədlər çoxluğunu. 999-dan böyük olan artıq 10.000'də, o da 4 rəqəmli ədədlər çoxluğudur. Boş çoxluq. 3-də 25-dən böyük və 40-dan kiçik və 6-ya bölünən ədədlər çoxluğunu. 25-dən böyük və 40-dan kiçik 6-ya bölünən 30, 36. Yəni bunlar aiddir. 4-də
Burada mən sadəcə ədədi şua üzərində göstərmişəm. 4-dən sağda, sağ tərəfi göstərmişəm. Yəni görürsünüz ki, 4-dən sağda yəni artı gedir və bir rəqəmli istəyir deyə 10-a artıq keçmirik. 12 rəqəmlidir deyə 5, 6, 7, 8, 9 kifayət edir. 6-cı sualımız. A2 rəqəmli tək natural ədədlər çoxluğu olarsa 24, 37, 41, 48, 69, 98, 99 ədədlərindən hansıları bu çoxluğa daxildir? Bunu daxildir işarəsinin köməyi ilə yazın. A2 rəqəmli ədədlər çoxlusa bunların içindən 2 rəqəmli tək natural ədədlər çoxlusa tək olanları seçirik. 37, 41, 69, 99 bu çoxluğa daxildir. 7-də B ilə 98 və 109 ədədləri arasında yerləşən natural ədədlər çoxluğunu işarə edin və yazın. 87, 99, 102, 106, 110, 252 ədədlərindən hansıları bu çoxluğa daxildir və hansıları bu çoxluğa daxil deyil? Bunu daxil və daxil deyil işarələrinin köməyi ilə yazın. Biz 98-109 arasında B-yə daxil olan ədədləri yazırıq əvvəlcə, yəni 99-u, 100-ü, 101-i, 102-ni, 103-ü, 104-ü, 105-i, 106-ı, 107-i, 108-i. Bunları yazdıq mı? İndi aşağıdaya verilən ədədlərə bir-bir baxırıq ki, hansılar buna daxildir, hansılar yox. 87, 110 və 252-yə baxın, yoxdur bu çoxluğun içində. Deməli, bunlar B çoxluğuna daxil deyil. 99, 102, 106-ya baxın, B çoxluğuna daxildir. 8-də K ilə 2, 8, 9 rəqəmləri ilə yazılmış 3 rəqəmli ədədlər çoxluğunu işarə edin və yazın. 8, 829, 48, 982, 287, 88, 289 ədədlərindən hansıları bu çoxluğa daxildir, hansıları daxil deyil? Bunu daxil və daxil deyil işarələrinin köməyi ilə yazın. Mən burada bir xüsusi hal qeyd edilməyib ki, rəqəmləri təkrarlanmayan istəmir. Sadəcə deyir ki, bunlardan istifadə edib 3 rəqəmli ədəd yazın. Əslində, ola bilər ki, bu 888, 222 mən yazdım, 999 bunlar yazılmaya bilər. Bilərdi, əgər şərtdə verilsəydi ki, rəqəmləri təkrarlanmasın. İndi mən ona görə də bu ehtimalı götürərək bunları da yazmışam. 222, 228, 220, birinci 200-lərdən olanları yazırıq. Yəni, qarışdırmayaq deyə bu ədədləri. Bir ədədi 2 dəfə yazmayaq deyə. Birinci 200-lərdən istifadə eləyək. 200-lərin hamısını yazaq. 222, 228, 229, 282, 289, 292, 298. Sonra 800-lərin hamısını yazarıq. 888, 882, 889, 828, 822, 829, 892, 899, 898, 800-lər getdim. İndi 900-lərə keçək. 992, 999, 998, 929, 922, 928, 982, 88 və 989. İndi baxaq. Yazdıq mı? Burada ədədlərə baxaq. Hansılar K-ya daxil deyil? 8, 48, 287, 88 K-ya daxil deyil. 829, 982 və 289 amma K-ya daxildir. Əslində bu ədədləri yazmasaq da, görək ki, 289-dan istifadə edilibsə, 829, 982 və 289-da 289 istifadə edilib. Bunlar K-ya daxildir. Yazmadan da tapmaq olardı.